Əziz və dəyərli qardaşlarım, biz şəhidlərin məqamından bəhs edirik. Onlar Allah qatında dəyərlidir, ucadır, əzizdir. Çanaqqalada şəhidlərin məzarlarını ziyarət edirdik. Orada bir tablo var idi. Üzerine yazılmıştı ki, amandır, elinizdeki zibili yere atmayın. Attığınız her zibil bir şehit mezarının üzerine düşebilir. Biz mübarek şehitlerimizin hem mübarekliğinden hem müqəddəsliğinden bahsedirik. İşgal altından azad olan bütün torpaqlarımızda o mübareklerin kanının izi var. O mübareklerin Allahu Ekber sədalarının səsi var. O torpaqlar bizim için müqəddəsləşdi. O şehitler Allah katında şehit olarak o emaneti bize təhvil verdiler. Ve bizim bir Müslüman olarak vazifemiz, mümin olarak vazifemiz necə onların məqamını mədh ediriksə, o qədər də onların əmanətlərinə sahib çıxmaqdır. Onların gözü yaşlı analarının, atalarının yanında olmaqdır. Bu yaxınlarda bir şəhid dayısı danışırdı ki, bacımın nəvəsini, yəni şəhidin övladını babası gedib bağçadan götürsün. Uşaq deyir, ata, baba, bütün uşaqların atası gəlir aparmağa. Bəs mənim atam harda? Əslində o körpələr hər birimizin övladıdır. Biz onlara atasızlığı hissettirməməliyik. Biz onları qorumalıyıq. Sadəcə dildə deyil, gücümüz çatdığı formada necə dövlətimiz müxtəlif yönlərlə qayğı və diqqət göstərirsə, biz də bir müsəlman olaraq, mömin olaraq, onlar qanları ilə, canları ilə bizə alın açıqlığı, baş ucalığı gətirdilər. Biz də onların əmanətlərinə, o müqəddəs torpaqlara, o mübarək torpaqlara əmanət kimi baxıb, qoruyub, gözəlləşdirib və İslam adına, din adına, insanlıq adına faydalı işləri görməliyik.